Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Deməli, yaş məsələsinin 131-ci sualına baxırıq. 130-cu suala qədər izahını kanalıma yerləşdirmişəm. 131-ci sualdan təkrarən başlayırıq bir-bir izahını verməyə. Deməli, 131-də deyir ki, hazırda 49 yaşında olan ata oğlunun yaşında olarkən oğlunun yaşı indiki yaşının 1/4 idi. Deməli, söhbət ata və oğuldan gedirsə, ata, bir də oğul yazıram. Və 49 yaş atanın olduğunu bilirəm, amma oğlunun yaşı x-ə bərabərdir, çünki məhsulu bilmirəm. İndi nə deyir? Hazırda 49 yaşında olan ata oğlunun yaşında olanda, yəni keçmişə qayıdır. Yəni oğlunun yaşında olanda, x yaşında olanda oğlu indiki yaşı neçədir? X-dir. X-in 1/4 qədərdir. Yəni 1/4 x qədərdir. İndi mən demişdim ki, yaş fərqi heç vaxt dəyişmir. Yəni, buradakı yaş fərqi nədirsə, buradakı yaş fərqi də onu vermiş olacaq. Yəni, 49-dan çıxıram x-ini. Bax, buradakı bu ata ilə oğlunun yaşlarının fərqi bərabərdir. Əvvəlki, yəni keçmişdəki yaş fərqinə x çıxılsın, 1/4 x-i. Yəni, bunu da 4/3 x kimi yaza bilərəm. Çünki x-in özü tam deməkdir. Yəni, 4/4 x 1 deməkdir də. Birdən də, tamdan da 1/4-ni çıxanda 4/3 x qalacaq. İndi kəsiri buradan yox eləmək üçün nə etməliyik? Hər tərəfi 4-ə vurmalıyıq və yaxud da ortaq məxrəc 4 kimi götürməliyik. Bu zaman hər tərəfi 4-ə vursaq və yaxud da ortaq məxrəc 4 götürsək, bunların da məxrəcində 1 olduğunu bilirəm. Ona görə də 4-ü 1-ə bölürəm 4, 4-ü 1-ə bölürəm 4, 4-ü 4-ə bölürəm 1. İndi gəlib vuraq yazaq. 4-ü vururam 49-a. 4 9-un 36 3 yadda, 4 4-ün 16 3 də yadda 19. Çıxıram 4x-ini, bərabər edirəm nəyə? 3x-ə. İndi 196 bərabərdir. İndi bu 4x bərabərliyin sağ tərəfinə keçəndə mənfidən müsbətə çevriləcək. Yəni, müsbət 4 olacaq. 4 ilə 3-ü toplayıram 7x. X də verir bizə nə? Deməli, 2, 7, 14, 56-ın içində 7, 8 dəfə, 7, 8-in çünki 56 eləyir. 28-ə bərabərdir x. Deməli, nə deyir? Oğlunun 3 il əvvəlki yaşı. Oğlunun hazırki yaşını biz x, yəni x-in cavabı 28 olduğuna görə 28 tapdıq. Amma 28 cavab deyil. Çünki 28 indiki yaşıdır. 3 il əvvəl oğlunun neçə yaşı var idi? 3 çıxacaq, 25-ə bərabərdir. Cavab C variantı olacaq. Baxırıq neçənci suala? 132-ci suala baxırıq. Bugün deyir 24 yaşında olan oğul, yazırıq oğul, 24. Oğul atasının yaşında olanda, hazırki atasının yaşını mən bilmirəm, ona görə x yazıram. Atasının yaşında olanda olması üçün gələcəyə getməsi lazımdır da. Yəni x yaşında olanda atasının yaşı indiki yaşının 5-dən 8 hissəsinə bərabərdir. 5-də 8 x. Dediyim kimi, yaş fərqləri dəyişmədiyi üçün buradakı yaş fərqi nədirsə, buradakı yaş fərqi də ona bərabər olacaq. Yəni, x-dən 24 çıxıram. Niyə 24-dən x çıxmadım? Sizcə, oğul atadan böyük ola bilərmi? Ola bilməz. Ona görə də böyükdən kiçiyi çıxmalıyam. Yəni, böyük ata x-dir. Oğlu isə 24-dür. X-dən 24-ünü çıxıram. 5-də 8 x-dən də burada x-ini çıxıram. Çünki 5-də 8 x atanın yaşına bərabərdir. Dediyim kimi, yenə də buradakı 5-i buradan silmək üçün, yəni kəsiri buradan ləğv eləmək üçün hər tərəfi 5-ə vururam. Bax, bunu da 5-ə vururam, bunu da 5-ə, bunu da 5-ə, bunu da 5-ə. O zaman 5x çıxılsın. 5-i 24-ə vururam, 120. Bərabərdir. 5, 8-in, yox, bu 5-lər gedir. Yerdə qalır 8x. Bir dəqiqə. Bərabərdir 8x, çünki 5-lər getmişdi də, ixtisar olunur. Çıxılsın, 5-i vuram x-ə, 5x-ə bərabər olmuş olur. İndi 5x-lə 5x-i toplasam 10x verəcək. Ondan da 8 çıxsam 2x verəcək. 2x nəyə bərabərdir? 120-yə bərabərdir. Bax, mənfidən bu tərəfə keçəndə müsbət olur. X-ə bərabərdir 60. Əgər tənlikləri həll etməkdə çətinliyiniz varsa və tənlikləri həll eləmədən siz yaş məsələsi həll edirsinizsə, bu düzgün deyil. Çünki tənliyimizi bilmədən, bax, burada məsələn, niyə mən burada 2x bərabər 120 yazdım? Əgər tənliyi bilən müəllim üçün,
Bax, bu tipli tənlik. Tənliyi onsuz da bütün müəllimlər yəni bilir. Uşaqlara dərs keçiriksə, biz o tənliyi bilməliyik. Amma mənfili, müsbətli tənlikləri bilmək üçün bilməliyik ki, bax, buradakı yaş məsələsinin biz həllini yazaq. Sonra, indi atanın yaşı 60-a bərabər olduğu üçün nə deyir? Atanın indi neçə yaşı var? Atanın indi deyirsə, yəni x atanın indiki yaşıdır 60 olacaq. Cavabımız oldu A variantına bərabər. 133. 42 yaşında olan ata. Deməli yazırıq avtomatik olaraq. Ata deməli 42-dir. 42 yaşında olan ata oğlunun yaşında ikən, oğlu x-dir. İndi oğlunun yaşında olanda, yəni keçmişdəki indiki hazırki oğlunun yaşı atanın keçmişdəki yaşıdır da, yəni o deməkdir. Oğlunun yaşında olarkən oğlunun yaşı indiki yaşının yarısı qədər idi. Yəni x-in yarısı nədir? 2-də 1 x. Bu qədər idi. Yenə də yaş məsələsində yaş fərqləri dəyişmədiyi üçün ümumiyyətlə yaş fərqi dəyişmir də. Buradakı yaş fərqi buradakı yaş fərqinə bərabərdir. Yəni 42-dən x-i çıxacam, bərabər edəcəm. X-dən də 2-də 1 x çıxanda, yəni tamdan yarısını çıxanda yarısı qalır da. İndi buradan yenə də hər tərəfi 2-yə vursaq, əgər 2 dənə 42-nin 84 çıxılsın, 2-ni vurduq x-ə 2x bərabərdir. 2-lər getdi, x-in özü qaldı. İndi 84 bərabərdir. Bu soldadır, sağa keçəndə işarəsini dəyişəcək, müsbət 2x olacaq. Ona görə 2x, üstə gəlsin x, bu da eləyir 3x. X də verdi bizə 2, 3-ün 6, 24-ün içində 3, 8 dəfə 28. Oğlunun deyir neçə yaşı var? İndi oğlunun 28 yaşı var imiş. 134. 50 yaşında olan ana. Deməli, ananın yaşı 50-dir. Qızının yaşında ikən, qızı x-dir. Qızının yaşında ikən, qızının yaşı indiki yaşının 3-də 1-nə bərabərdir. Qızının yaşında ikən, yəni x yaşında ikən, qızının x yox, 3-də 1 x-i. X qədər yaşı var imiş. Qızının indi neçə yaşı var? Bax, 50-dən, yəni ananın yaşından o qızın yaşına, indiki yaşına çıxsam, bərabər olacaq keçmişdəki yaş fərqlərinə. Yəni x çıxsın 3-də 1 x-ə, o da eləyir 3-dən 2x. Niyə görə? Çünki x demək, yəni ki, 3-də 3 deməkdir də, o deməkdir, 3-də 3 x-dir. Əgər mən burada kəsir 3-lə, məxrəcində 3 varsa, biz ona görə tamımızı müəyyən edirik. Məsələn, tutaq ki, nə deyim, tutaq ki, deyirəm ki, x çıxılsın 4-də 3x. İndi burada 4-dür deyə, 4-də 4 x-in elə bir 4-də 3 x-in çıxıram, qalır 4-də 1 x. Bax, bu formada. Necə yazdım, heç özüm də bilmədim. Yaxşı, sərgəsiz yazıldı. Neysə, deməli, 50 yaşında olan ana qızının yaşında ikən, qızının yaşı indiki yaşının 3-də 1 hissəsi qədər idi. Qızının indi neçə yaşı var? Gəlin buradan hər tərəfi 3-ə vuraq. Buradakı kəsir getsin. 3-ü vurdum 50-yə 150 elədi. Çıxdım 3x bərabərdir. 3-lər getdi, qaldı 2x. İndi 150 bərabərdir. 3 o tərəfə keçəndə, yəni soldan sağa keçəndə müsbət olaraq keçəcək. Olacaq 5x. X də verdi bizə 30. Deməli, qızının indi neçə yaşı var? Qızının 30 yaşı var. İndi gəlin sizə bunu isbat edeyim ki, niyə buradakına bərabərdir? İndi onu deyəcəm. Yaxşı. Qızına dedik biz 30 yaşı var da, düzdürmü? Əgər qızının 30 yaşı varsa, bunların arasındakı yaş fərqi neçədir? 50-dən 30 çıxdım, 20-yə bərabərdir. Düzdür? İndi keçmişə qayıtdıq. Tutaq ki, məsələn, bu 50-dirsə, deyir qızının yaşında olanda, yəni 30 yaşında olanda, qızının da 30 yaşı var axı. Yəni 20 il əvvəl, görək elə 20 il əvvəl qızının neçə yaşı var imiş? 10 yaşı var imiş. Görsən, yəni 30-un 3-də 1-i ona bərabərdirsə, qızına 10 yaş deyir. Buradakı yaş fərqi də 20-dir. Yəni, buradakı bərabərliyi ona görə yazırıq ki, indiki yaş fərqi ilə keçmişdəki yaş fərqi bir-birinə bərabərdir. İndiki yaş fərqi ilə gələcəkdəki yaş fərqi də bir-birinə bərabərdir. Mən hər izahda bunu vurğulayıram ki, yəni yaş fərqləri dəyişmədiyi üçün biz deyə bilərik ki, atanın və yaxud da iki qardaşın fərqi yoxdur. İki bacının, iki qardaşın, ana atanın, ana balanın yaş fərqləri nə olur olsun, ümumiyyətlə yaş fərqləri dəyişməz. Bunu biz bilirik. 135-ci sual. 24 yaşında olan Murad. Aha. Deməli, Muradın neçə yaşı var? 24 yaşı var. Atasının yaşında olarkən atasının x yaşı var. Atasının yaşında olarkən, x yaşında olarkən atasının yaşı yox.
Murad atasının yaşında olarkən atası indiki yaşının 5də 7 hissəsi qədərdir. Hə, 5də 7 x-ə bərabərdir. Dediyim kimi buranın cavabı bura bərabərdir. Bu zaman 24 çıxılsın x. Yox. 24 əgər Muradın yaşıdırsa, atası ondan balaca ola bilməz ki. Ona görə x-dən 24 çıxacaq. Bərabərdir 5də 7 x çıxılsın x. Bax belə. İndi nə yazırıq? Buradakı 5-i buradan yox eləmək istəyirəm. Onun üçün hər tərəfi 5-ə vururam. 5-ə vuraq görək nə verir. 5x çıx. 5 dənə 24-ün. 5 4-ün 20 120-yə bərabərdir. Bərabərdir. Bu 5-lər gedir 7x çıxılsın 5x. 5x oldu 10x. Ondan da 3-ün 7-sini çıxdım. 3x-ə bərabərdir. 3x nə verdi bizə? 120. X-ə verdi bizə 40. Əgər x-imiz 40-dırsa, 40 mən kimin yaşını tapmış olurum? Atanın yaşını tapmış olurum. İndi atanın neçə yaşı var? İndi atanın 40 yaşı olacaq. Deməli, 136. Aygün və ilə Aynurun yaşlarının cəmi 47-dir. Deməli, Aygünə. Gəl yazaq görək. Aygün, bir də Aynur. Bunların yaşlarının cəmi 47-dir. Aygün Aynurun yaşında olanda. Hə, buna 47 çıxılsın x yazıram. Buna x yazıram. İndi deyir, Aygün Aynurun yaşında olanda, yəni x yaşında olanda Aynurun 4 yaşı var idi. 4 yaşı var idi. Gəlin baxaq görək. Buradan görünür ki, Aygün Aynurdan böyükdür. Bu zaman 47 çıxılsın x çıxılsın x bərabərdir x çıxılsın 4. Gəlin yazaq görək verəcəkmi? Belə deyim, 47-nin üzərinə 4 gəlirəm, eləyir 51 bərabərdir x, bir də x olur 3x, x də verdi bizə 20 yox. 10, 21-ci də 3-də 7 dəfə. 17. Aynurun deyir, hal-hazırda neçə yaşı var? Aynur bu aşağıdakı olduğu üçün Aynurun 17 yaşı olmuş olacaq. Cavabımız oldu 17-yə bərabər. 137-ci suala baxırıq. Şəbnəm ilə Fatimənin yaşlarının cəmi 40-dır. Şəbnəm Fatimənin yaşında olarkən. Bax, Şəbnəm ilə Fatimənin yaşlarının cəmi 40-dır. Deməli, 40 çıxılsın x buna yazıram, x-ə buna yazıram. Bunun mahiyyətini yəqin ki, başa düşürsünüz də. 40 çıxılsın x niyə yazıram? Bundan əvvəlki videoda demişəm. Yəni, yaş məsələsinin videosunda demişəm ki, məsələn, tutaq ki, mən və rəfiqəmin yaşlarımızın cəmi 50-dir. Məsələn, deyirəm. Mənim 25 yaşım varsa, rəfiqəmin 50 çıxılsın 25 yaşı olacaq. Bildiniz necə? Yəni, mənim əgər 30 yaşım varsa, rəfiqəmin 50 çıxılsın 30 yaşı olacaq. Mənim 10 yaşım varsa, rəfiqəmin 50 çıxılsın 10 yaşı olacaq və s. Mənim x yaşım varsa, rəfiqəmin 50 çıxılsın x yaşı olacaq və salam. Bitdi, getdi. Yəni, bu qədər sadə. Əgər mənim x yaşım varsa, rəfiqəmin 40 çıxılsın x yaşı olacaq. Eyni ilə buradakı kimi. Şəbnəmin əgər Fatimənin əgər x yaşı varsa, Şəbnəmin 40 çıxılsın x yaşı olacaq. Bax, bu deməkdir. Deməli, nə deyir? Şəbnəm Fatimənin yaşında olanda, yəni x yaşında olanda, Fatimənin yaşı indiki yaşının yarısı qədər idi. Yəni, 2də 1 hissəsi qədər idi. İndi gəlin tapaq. Deməli, 40 çıxılsın x bərabərdir. X-dən 2də 1 x-in çıxanda elə 2də 1 x qalır. Buradan 2-ləri ləğv eləmək istəyirəm. Ona görə də 2-yə vururam. 2-yə vururam. Bunu da 2-yə vuraq, yaxşı. 2-ni 40-a vurdum, 80. Çıx 2x bərabərdir. 2-lər getdi x-ə. 80 bərabərdir. 2, bir dənə də x gəldi, oldu 5x. X nəyə bərabər olacaq? 10, 30-un içində 5, 6-dır. 16-ya bərabər olacaq. Şəbnəmin deyir, neçə yaşı var? Şəbnəmin qaçıb tez 16 götürməyin. Heç götürsəniz də cavabda variantda yoxdur. Çünki biz 16-nı Fatimiyə demişik, Şəbnəmə yox. Şəbnəmin 40 çıxılsın 16 yaşı var, yəni 24. Cavab oldu C variantı. Əsmər ilə Namiqin yaşlarının cəmi 58-dir. Yenə də Əsmər, bir də Namiq. Əsmər ilə Namiqin yaşlarının əgər cəmi
58-dir. Namiq Əsmər yaşında olanda. Aha. Əsmərə x yazıram. Namiqə 58 çıxılsın x. Bunların yerini səftəşdə yaza bilərsiniz. Fərqi yoxdur. Cavab olaraq eyni alırsınız. Deməli, Namiq Əsmər yaşında olarkən, yəni x yaşında olarkən Əsmərin 17 yaşı var imiş. Olduğuna görə Namiqin indiki yaşını tapın. Deməli, görək burada böyük hansıdır? Böyüyü bilmirik. Böyüyü bilmədiyimiz üçün deməli Əsmər ilə Namiqin yaşlarının cəmi 58-dir. Buradakı yaşdan buradakiləri çıxmalıyam. Niyə görə? Yenə də yaş fərqi demək olar da. Yəni keçən vaxtı bizə deyir. Yəni x-dən çıxacağam 58 çıxılsın x-ini bərabərləyəcəm 17 çıxılsın x-i. X çıx 58 üstə gəlinsin x deyəcəksiniz ki, niyə üstə gəlinsin? Çünki mənfini mənfiyə vuranda müsbət edir. Bərabər 17 çıxılsın x. 2x, bu da x gəldi 3x. Bərabərdir. 58 ilə 17-ni topladım. 5 bir yadda, 6 bir də yadda. 7 x verdi bizə 25. Nə deyir bizə? Namiqin indiki yaşını tapın. 58-dən də 25 çıxanda 3, bu da 3. 33-ə bərabər olacaq. 138-də cavab 33. Bəli, bunlar çətin tiplərdir biraz. Beyniniz qarışa bilər. 139-a baxırıq. Deməli, Gülşən ilə Ayanın yaşlarının cəmi 40-dır. Gülşən və Ayanın yaşlarının cəmi 40-dır. Gülşən Ayanın yaşında olanda. Buna 40 çıxılsın x yazıram. Buraya x yazıram ki, Gülşən Ayanın yaşında olanda x yaşı olsun. Gülşən Ayanın yaşına çatanda onların yaşlarının cəmi 60 olacaq. Əgər 60-dırsa 60 çıxılsın x yaza bilərəm. Çünki belə olanda yaşlarının cəmi 60-a bərabər olacaq. Ayanın bugünkü yaşını tapın. Dediyim kimi yenə də yazırıq. Nə yazırıq? 40 çıxılsın x. Bax, buradakı yaş fərqini buradakı yaş fərqinə bərabərləyir. Çıx x bərabərdir. X çıxılsın. Bunu mötərizə almalıyam. 60 çıxılsın x. Çünki bunun özü ayrı bir yaşdır. Bu ayrı bir yaşdır. Bu ayrı bir yaşdır. Əgər mən x minus 60 çıxı x yazsam, aləm deyəcək bir-birinə. Olmaz belə. Yaxşı. Mötərizəni açaq. Çıx x bərabərdir. X çıxılsın 60. 60. Üstə gəlsin x. Və x-ləri bir tərəfə, məlumları bir tərəfə keçirdək. Burada mənfi 60-dırsa, bax bu hissədə mənfi 60-dırsa, bu yana müsbət olaraq keçirir. 100 olur, bərabərdir. X oldu 2x, 3x və 4x. X də verdi bizə 25. Deməli, x-imiz də 25 isə Ayanın bugünkü yaşını istəyir. Ayanın bugünkü yaşı ilə 25-ə bərabərdir. Mələk ilə Ləmanın bugünkü yaşlarının cəmi 42-dir. Mələk, Ləman. Bugünkü yaşlarının cəmi nədir? 42-dir. Deməli, Mələyə 42 çıxılsın x yazıram. Ləmana x yazıram. Mələk Ləmanın yaşında olanda, yəni x yaşında olanda yaşlarının cəmi 26-dır. 26 çıxılsın x-də yazsam, yaşlarının cəmi 26-ya bərabər olacaq. Mələyin bugün neçə yaşı var? Yenə də 42 çıx x. Bax, buradakı yaş fərqini buradakına bərabərləyirəm. Bərabərdir. X çıxılsın 26 çıxılsın x-ə. İndi mötərizəni açaq. 42 çıxılsın x bərabərdir. X çıxılsın 26. Üstə gəlsin x-ə. İndi məhsulları bir tərəfə, məlumları bir tərəfə toplasaq. 42 ilə 26 68-ə bərabərdir. 2x, 2x, 3x və 4x. X də verir bizə 10. 28-in içində 4 də 7 dəfə. 17. Mələyin bugün neçə yaşı var? Mələyin 42-dən 17 çıxıram. 5. 3-dən 1 çıxıram 2. 25 yaşı var. Mələyin 25 yaşı var. Bax, tapdığımız 17. Burada da var 17. Ona görə deyirəm. Tapdığımız 17 Ləmanın yaşıdır. Amma məndən Mələyin bugünkü yaşını istəyir. Ona görə 20 neçə oldu? 25-ə bərabər oldu. 141. Buranı təmizləyim. Ana ilə qızının yaşlarının cəmi 40-dır. Deməli, ana, qızı. Yaşlarının cəmi 40-dır.
Anaya x yazıram, qıza 40 çıxılsın x yazıram. Qızı anasının yaşında olanda, yəni x yaşında olanda ananın 68 yaşı olacaq. Olacaq deyirsə, deməli gələcəkdən söhbət gedir. Yəni buradakı indiki yaş fərqi gələcəkdəki yaş fərqinə bərabərdir. X çıxılsın 40 çıxılsın x bərabərdir 68 çıxılsın x-ə. X çıxılsın 40 üstə gəlsin x bərabər 68 çıxılsın x-ə. Buradan da deməli x ilə x topladım 2x, 2x-in də x topladım 3x-ə bərabərdir. 68-in üzərinə 40 gələndə 108-ə bərabərdir. X-in cavabı 10-u 3-ə böləndə 3, 18-i 3-ə böləndə 6, 36. Hal-hazırda qızın neçə yaşı var deyir. Ananın 36-dırsa qızın 40 çıxılsın 36 olacaq. Bax burada yazmışam 4-ə bərabər olacaq. 140. Baxırıq 142-ci suala deyir, Günel anasının yaşında olarkən anasının yaşı ilə Günelin yaşının cəmi 90 olur. Günelin 12 yaşı olarsa neçə ildən sonra anasının 58 yaşı olacaqdır. İndi baxırıq, deməli Günelin yaşını biz bilirik. Günelin 12 yaşı var, amma anasının yaşını neynirik bilmirik. Ona görə x yazırıq. İndi nə deyir? Birinci cümlədə deyir ki, Günel anasının yaşında olarkən, yəni x yaşında olarkən anasının yaşı Günelin yaşının, yəni anası ilə Günelin yaşının cəmi 90-dır. Yəni 90-dan x çıxsam, bunların hər birinin ayrı-ayrılıqda yaşını yazmış olacam. Neçə ildən sonra anasının 58 yaşı olacaqdır deyir. Gəlin biz burada anasının yaşından Günelin yaşını çıxaq. Birinci bax burada x-dən 12 çıxıram. Bərabər eləyirəm. Niyə bərabər eləyirəm? Çünki yaşların fərqi indi elədirsə, yəni gələcəkdə də elə olacaq. 90 çıxılsın x, çıxılsın x. İndi baxıram. X-ləri bir tərəfə toplasam, bax burada bir x var, müsbətdir. Bunlar da bu tərəfə keçəndə, yəni sol tərəfə keçəndə mənfidən müsbətə doğru çevriləcək. Yəni x, yəni 3x bərabərdir. 90-ın üzərinə 12 gələcəm, 102 verəcək. X də verəcək bizə 3, 12-nin 3-ə böləndə 4, 34-ə bərabər. Aparıb yerinə yazıram. Ananın 34 yaşı olur. Günelin ilə 12 yaşı var idi, onu bilirdik. Deyir, neçə ildən sonra anasının 58 yaşı olacaqdır. Bu zaman nə edirəm? 58-dən 34-ünü çıxacam. Hada çıxaq, gəl burada çıx. 58 çıx 34. 4, 2. Deməli, 24 ildən sonra anasının 58 yaşı olacaq. 143. Fərid ilə Muradın yaşlarının cəmi 30-dur. Fərid Muradın yaşında olanda, bax Fəridlə Muradın yaşlarının cəmi 30-dursa, 30 çıxılsın x Fəridə yazıram, x də Murada yazıram. Fərid Muradın yaşında olanda, ona görə x, yəni ki, Murad x yaşındaydısa, Fərid Muradın yaşında olanda x yaşında olacaq da. Fərid Muradın yaşında olanda, Muradın yaşı indiki yaşının yarısı qədər. Yəni x-in yarısı nədir? 2-də 1x. Bu zaman yenə də yaşlarının fərqini tapıb buradakı yaşın fərqinə bərabər eləyirəm. Yəni 30 çıxılsın x bərabərdir. X-dən də 2-də 1x çıxanda elə 2-də 1x qalacaq. Bu zaman buradan 2 yox eləmək üçün hər tərəfi 2-yə vururam. Onda nə olur? 2-ni 30-a vururam 60 olur. Çıxılsın 2-ni x-ə vururam 2x. Çıxılsın 2-ni x-ə vururam 2x. Bərabərdir. 2-lər gedir. Yerdə x qalır. İndi buradan 60 nəyə bərabər olacaq? 2x, 2x, 4x. Bu da x elədi. 5x-ə. X də verdi bizə 12. X-imiz 12-dir. İndi Fəridin yaşını deyir tap. Amma cavabımız 12 deyil bilin. Yəni 30-dan 12 çıxacaq. Fəridin yaşını tapacaq. 30-dan da 12 çıxanda 18-ə bərabərdir. Cavabımız D variantına uyğun gəlir. 144. Fatma ilə Nihadın yaşlarının cəmi 56-dır. Baxın, Fatma var, bir də Nihad var. Deməli, Fatmaya x yazanda Nihada 56 çıxılsın x yazıram. Nihad Fatmanın yaşına çatanda, yəni 56 çıxılsın. Yox, gəlin bunların yerini Nihad, niyə? Düzdür. Nihad Fatmanın yaşına çatanda, yəni x yaşına çatanda, onların yaşlarının yaşına çatanda yaşları cəmi 64 olacaq. Yəni 64-dən də x çıxsam Fatmanın yaşı olacaq. Fatmanın hal-hazırda neçə yaşı var? Gəlin baxaq. Deməli, yaşlarının cəmi 56-dır. Nihad Fatmanın yaşına çatanda yaşlarının cəmi 64 olacaq. Deməli, Fatma Nihaddan böyükdür. Ona görə də x-dən 56
Çıxılsın x-in çıxmalıyam, amma mötərizə içində. Çünki bu ayrılıqda bir yaşdır. Bərabərdir 64 çıxılsın x, çıxılsın x. Neynirəm? Buradan mötərizəni açanda x minus 56 üstə gəlinsin x bərabərdir 64 çıxılsın x, çıxılsın x. İndi baxıram ki, x-ləri mən toplaya bilərəm. Bax, burada x var, 2x oldu. Burada da 2 dənə x var, ona görə 4x oldu. Bərabərdir 64 ilə 56-nı toplayanda 4 ilə 6, 10, 0, 1 yadda, 11, 1 yadda, 12. 110, x də verdi bizə 30. İndi əgər x-i 30 tapmışıqsa, Fatmanın hal-hazırda neçə yaşı var deyirsə, elə 30-a bərabərdir. Nihatın desəydi əgər, 56-dan 30 çıxardıq, bu zaman Nihatın yaşını tapmış olardıq. Amma bizdən Fatmanın yaşını soruşduğu üçün x-imizin cavabı ilə Fatmanın yaşına bərabərdir 145. Sura ilə Zərxanımın yaşlarının cəmi 30-dur. Deməli, Sura, Zərxanım. Sura Zərxanımın yaşında olarkən, deməli 30 çıxılsın x Suraya yazsam, x də Zərxanıma yazacağam. Sura Zərxanım yaşda olanda, yəni x yaşda olanda Zərxanımın yaşı indiki yaşının yarısı qədər idi. Yəni 2də 1 qədər idi. Yarısı 2də 1 deməkdir. 0,5 də yaza bilərsiniz, fərqi yoxdur. Daha sonra nə edirəm? Buradakı fərqə bərabər eləyirəm. Yəni 30 çıxılsın x bərabərdir. X-dən də 2də 1 çıxanda 2də 1 x qalır. 2-ni hər tərəfə 2-yə vursam, kəsirimizi buradan yox eləmiş olacam. 2 dənə 30-un 60 çıx 2x çıx 2x bərabərdir. 2-lər getdi, qaldı x. 60-dan 60-ı bərabər eləyirəm. 2x ilə 2x topladım 4, bir dənə də x 5x verdi. X də bərabər olur neçəyə? 60-ı 5-ə böləndə 12-yə. Suranın indi neçə yaşı var deyirsə, Suranın 12 yox, 30 çıxılsın 12 yaşı var. Yəni 18 yaşı olacaq D variantı. 146. Emin ilə Əlinin yaşlarının cəmi 40-dır. Deməli, Emin, bax Emin. Bir də Əli. Emin Əlinin yaşında olanda. Bu zaman 40 çıxılsın x Eminə yazıram, x də Əliyə yazıram. Emin Əlinin yaşında olanda, yəni x yaşında olanda Əlinin yaşı indiki yaşının yarısı qədər idi. Yenə yarısı qədərdirsə 2-də 1 x-i yazıram. Bu zaman nə edirəm? 40 çıxılsın x-dən, x-i bərabərləyirəm. Bax, 40 çıxılsın x-dən, yəni Eminin yaşından, bax Eminin yaşıdır bu. Əlinin yaşını çıxıram, bərabər eləyirəm. Bax, buradakı fərqə. Hər dəfə bunu deyirəm ki, beyninizi həkk olunsun. Yəni, x-dən 2-də 1 x çıxanda elə 2-də 1 x qalacaq. Deməli, hər tərəfi 2-yə vuranda bunu da 2-yə vururam, bunu da 2-yə vururam, bunu da. 2-ni 40-a vuranda 80 çıx. 2-ni x-ə vuranda 2x çıxılsın. 2-ni x-ə vuranda 2x bərabərdir. 2-lər getdi, qaldı x. 80 nəyə bərabər olacaq? 2, 2, bir dənə də x burada 5x-ə. X də bərabər olur 16-ya. Deməli, Eminin neçə yaşı var deyirsə, Eminin 40 çıxılsın 16, bax 40 çıxılsın 16 bərabərdir 24 yaşı olacaq. Cavab C variantı. 147. Yaşları nisbəti 7-nin 3 olan, yəni 3 bölünsün 7 olan 2 dostun yaşlarının cəmi 30-dur. Yaşlarının nisbəti əgər 3 bölünsün 7 kimdirsə, birinə 3k yazaram. Birinə də 7k yazaram. X də yaza bilərsiniz. Onların yaşlarının fərqi nədir? Yəni 3k ilə 7k-nı toplasam, mənə deyir ki, cəmi 30-a bərabərdir. Bu zaman 10k bərabərdir 30. K da bərabər olur 3-ə. Birinci dostun yaşı 3, bu 3-dürsə, k 3-dürsə, 3-ün 9-a bərabərdir. İkinci dostun yaşı 3 7-in 21-ə bərabərdir. İndi onların yaşlarının fərqini neçədir deyir? 21-dən 9-u çıxanda 12-yə bərabər olacaq. Çünki fərq deyir. 148. Yaşlarının nisbəti 5 bölünsün 8 olan iki qardaşın yaşlarının fərqi 15-dir. Baxın, yaşlarının fərqi yazıb. Yəni 8k-dan 5k-nı çıxsam, yaşlarının fərqi mənə 15 verəcək. Bu zaman 3k 15-dirsə, k 5-ə bərabərdir. Onların yaşlarının cəmini deyir. Aparıram yerinə qoyuram. Bax 8k idi axı. K-nın yerinə 5 qoyuram. 8 5-in 40. 5k idisə k-nın yerinə 5 qoyuram. 5 5-in 25.
Onların yaşlarının cəmini istəyir, 65-ə bərabərdir. Cavab D variantı. 149. Oğul atadan 27 yaş kiçikdir. Onların yaşlarının nisbəti 2 bölünsün 11 olarsa, onların yaşları cəmini tapın. Əgər oğul atadan 21 yaş kiçikdirsə, onların yaşlarının fərqi nədir? 27 yaş kiçikdirsə, onların yaşlarının fərqi 27-yə bərabərdir. Yəni 11K-dan 2K çıxsa mənə verəcək 27. 27 verəcək. İndi nə edirəm? 9K 27-yə bərabərdirsə, K da bərabər olur 3-ə. İndi onların yaşlarının cəmini istəyir. Aparıram, burada yerinə qoyuram. K-nın yerinə 3 yazanda 11-i 3-ə vururam 33. K-nın yerinə 3 yazanda 2-ni 3-ə vururam 6. Onların yaşlarının cəmini istəyir. 33 ilə 6 39-a bərabərdir. Cavab B variantı. Daha sonra 150-yə baxırıq. Bu gün 36 yaşında olan bir insan neçə il əvvəlki yaşı bugünkü yaşının 3də 2 hissəsinə bərabərdir. Deməli, əgər bu gün 36 yaşı varsa, neçə il əvvəl deyirsə 36 çıxılsın x, yəni x il əvvələ gedəcək də. Bugünkü yaşının 3də 2-sinə, bugünkü yaşı 36-dırsa bunun 3də 2-si nə qədər eləyəcək? 36-nı 3-ə böləcəyik, vuracaq 2-yə. 12-yi 2-yə də vurdum 24. Yəni ki 24. Yəni ki əvvəlki yaşı neçə il əvvəl deyir. Bunun bugünkü yaşının 3də 2-sinə bərabər olacaq. Yəni 24-ə bərabər olacaq. X də bərabərdir 24, 36-dan 24 çıxanda 12. Deməli 12 il əvvəl yaşı bugünkü yaşının 3də 2-sinə bərabərdir. 36-dan da 12 çıxanda 24 eləmir. 24 də 36-nın 3də 2 hissəsidir. 151-ə baxırıq. Qızı ilə anasının yaşları 3 bölünsün 7 nisbətindədir. Yəni 3 bölünsün 7 nədir? Bax, qızı yazıram, anası yazıram. 3K buna, 7K buna. K ilə yazıram ki, dəyişiklik olsun. Əslində K burada dəyişəndir. İstədiyiniz məhsul ədədi yaza bilərsiniz yanına. X də yaza bilərsiniz, Y də yaza bilərsiniz. K da, A da, B də fərqi yoxdur. İndi qızı ilə anasının yaşları 3 bölünsün 7 nisbətindədirsə, qızı anasının yaşında olanda, yəni 7K olanda anasının 55 yaşı olacaq. Anasının 55 yaşı olacaq. Bircə dəqiqə. Davam edirik. Deməli, 55 yaşı olacaqsa, bura yazıram nə? 55-ə bərabər. 55. İndi nə deyir? Qızı ilə anasının yaşları 3 bölünsün 7 nisbətindədir. Qızı anasının yaşında olanda anasının 55 yaşı olacaq. Qız anasının neçə yaş kiçikdir. Deməli, buradakı yaş fərqini buna bərabər eləsək, 7K-dan 3K çıxacam 4K, bərabər olacaq 55-dən 7K-nı çıxaraq. Yəni 55-dən 7K-ya bərabər olacaq. Deməli, 4K-dan 55-i yox. 4K-nı yazıram burada. 7K bərabərliyin sağ tərəfində də sola keçirdəndə müsbət olaraq dəyişir. Bərabər 55. 11K əgər 55-ə bərabərdirsə, K da bərabər olur 5-ə. İndi qızının yaşı 3 vurulsun K-ydı axı. Yəni 3 vurulsun 5 15-dir. 15-dir. Anasının yaşı 5 vurulsun 7, yəni 7 5-in 35-dir. 35-dir. Qızı anasından neçə yaş kiçikdir deyirsə, 35-dən də 15 çıxacam, 20 yaş kiçik olmuş olacaq. 152-yə baxırıq bir yerdə. Deməli, oğul ilə atanın yaşlarının nisbəti 2 bölünsün 9-dur. Yəni 9-da 2-dir. Oğul atası yaşda olanda, deməli, oğul, bir də ata. 2K, bu da 9K. Oğul atası yaşda olanda, yəni 9K olanda onların ikisinin yaşlarının cəmi 100 olacaq. Yəni 100 çıxılsın 9K. Yaşlarının cəmidirsə, oğula 9K yazanda ataya da 100 çıxılsın 9K yazıram. Atanın indi neçə yaşı var? Yenə də bax, atanın yaşından oğlun yaşını çıxıb fərqləri bir-birinə bərabərləyirəm. Yəni 7K, 9-dan 2 çıxdım 7K bərabərdir. 100 çıxılsın 9K, bax 100 çıxılsın 9K, çıxılsın 9K. İndi 7K üzərinə 9 və 9, 18 eləyir 25K. Bərabərdir 100. K-mız da bərabər olacaq nəyə?
100-ü 25-ə böləcəyik 4. Deməli, atanın yaşı 9 vurulsun 4, 36. Oğlun yaşı 4 vurulsun 2, 8-ə bərabərdir. Atanın indi neçə yaşı var deyirsə, 36 ilə atanın yaşına bərabər olacaq. 153-ə baxırıq. Nəzrin doğulanda anası 20 yaşında idi. Nəzrinin indiki yaşı anasının yaşının 5də birinə bərabərdir. Nəzrinin neçə yaşı var? Əgər Nəzrin doğulanda anasının 20 yaşı var idisə, deməli, bunların arasındakı yaş fərqi 20-yə bərabərdir. Onda anaya x desəm, qızına da, yəni Nəzrinə 5də 1 x deyəcəm, düzdür? Və bunların yaşlarının fərqi mən nə dedim? 20-yə bərabərdir. Sadə tənlik. Buradan hər tərəfi 5-ə vursam, bax bunu da 5-ə vururam x-i. 5də 1-i də 5-ə vururam, 20-ni də 5-ə vururam. 5x çıxılsın, 5-lər gedir, qalır x bərabərdir. 5-i vururam 20-yə, 5 üçün 10, yana da bir dənə 0. 4 x yazaq, yaxşı, bərabərdir. 100-ü 100, x də bərabər olur. 100-ü 4-ə bölürəm. 2 4-ün 8, 20-ni 4-ə bölürəm. 5, 25-ə bərabər. Nəzrinin deyir neçə yaşı var? Əgər ana x-dirsə, yəni 25-dirsə, Nəzrinin 25-in 5də 1-nə bərabər idi axı. 5də 1-i eləyir 5. Nəzrinin B variantı, yəni 5 yaşı var. 154. İlkinin 13 il sonraki yaşının 3 il əvvəlki yaşına nisbəti 2-yə bərabərdir. Aha. İlkinin indi x yaşı varsa, 13 il sonra x plus 13 olacaq. 3 il əvvəl x minus 3 olacaq. İndi deyir ki, bunu buna böləndə 2 verir. Bax, bu deməkdir. Yəni, x üstə gəlsin 13-ün x minus 3-ə nisbəti 2-yə bərabərdir. Bu zaman çarpaz şəkildə vursaq, bax belə. Bunun da məxrəcində 1 var da, bu hamımız bilirik. Yəni ki, x plus 13 bərabərdir. 2-ni vururam x-ə 2x, çıxıram 2 üçün 6. Deməli, buradan 13-ün üzərinə 6 gəlirəm 19 bərabərdir x. Deməli, x-i 19 tapdıqsa, ilkin indi neçə yaşındadır deyirsə, ilkinə biz indi x yazmışdıq axı. Ona görə x-in cavabı 19-dur deyə, ilkinin deyəcək ki, indi 19 yaşı var. 155. Murad ilə Lalənin yaşlarının fərqi 32-dir. Deməli, Murad, bir də Lalə. Yaşlarının fərqi 32-dir. Yaşların nisbəti 5 olarsa. Deməli, Murad ilə Lalənin yaşlarının fərqi, Lalənin yaşını tapın. Burada mən elə bunu gözləyirdim. Görəsən, bu hansı böyükdür? Murad Lalədən deyir böyükdürsə, deməli, Murada x plus 32 yazacam. Çünki yaşlarının fərqi əgər 32-dirsə, deməli, Murad Lalədən 32 yaş böyükdür. Buna da x yazacam. Əgər Muradın yaşını, üstə gəl 32-ni, Lalənin yaşına bölsə, mənə cavabda nisbət olaraq 5 verib. Buradan da çarpaz vursaq, x plus 32 bərabərdir. 5-i vurdum x-ə, 5x-ə. Deməli, 32 bərabərdir 4x, x də bərabər olur 8-ə. Nə deyir? Lalənin yaşını tapın. Lalənin yaşı ilə 8-ə bərabərdir. 156. Yaşların nisbəti 5 bölünsün 6 olan 2 dostun 4 il sonraki yaşların nisbəti 7 bölünsün 8 olacaq. Deməli, hal-hazırda 2 dostun yaşları belədir. Bax, 5k biridir, 6k biridir. 4 il sonra 5k-nın üzərinə 4 gələcəm, 6k-nın da üzərinə 4 gələcəm. Çünki biri böyüyəndə digəri olduğu kimi qalmır ki, digəri də böyüyür də. Və bunların nisbəti, yəni böləndə 7 bölünsün 8 kimidir. İndi burada. Necə hesablayırıq? Bax, bu 7-ni gətiririk, bura vururuq. 8-i də gətiririk, bura vururuq. Olur neçə? 8 mötərizə açıram. 5k üstə gəl 4. Bərabərdir. 7 mötərizə açıram. 6k üstə gəl 4. 5 8-in 40k üstə gəlinsin. 8 4-ün 32 bərabərdir. 7 6-ın 42k bərabərdir. Nə yazmışam bura? 4. 7 4-ün 28. İndi 32-dən 28 çıxıram, 4 qalır. 4 bərabərdir. 42-dən də 40 çıxıram 2k-ya. Onda k neçə verir? Bizə 2. Buna görə bugün onların yaşlarının cəmi neçədir?
Bu gün əgər onların birinin 5K, birinin 6K yaşı varsa, birinciyə, yəni 5K olanın 5 vurulsun 2 10 olacaq. İkinci 5 vurulsun 6 vurulsun 2 12 olacaq. Bunları da toplasam 22-yə bərabər olacaq. 157. Mələyin yaşı Gülnarın yaşının 3 mislidir. Mələk, bir də Gülnar. 3x budur, x də budur. Yəni ki, 3 misli deyəndə nəyi nəzərdə tutur? Yəni 3 dəfə böyükdür. Gülnar bugünkü yaşının 4 mislinə çatanda, yəni 4x olanda, onların yaşlarının cəmi 80 olacaq. 80 çıxılsın neçə? 4x. Yaşlarının cəmidirsə elə yazırıq. Bu zaman 3x-dən x çıxıram, 2x qalır. 2x nəyə bərabərdir? 80 çıxılsın 4x, çıxılsın 4x-ə bərabərdir. İndi buradan 2x, burada üzərinə 4 gəlirəm. 6, üzərinə 4 gəlirəm. Neçə eləyir? 10x. Bərabərdir 80-ə, x də bərabər olur 8-ə. Mələyin indi neçə yaşı var deyir? Mələyin 3 vurulsun 8 yaşı var. Yəni 3 8-in 24 yaşı olacaq. 158. Aynurun yaşı Firəngizin yaşının 4 mislidir. Bax, Aynur, bir də Firəngiz. 4 mislidirsə 4x Aynura yazıram, Firəngizə x yazıram. Firəngiz bugünkü yaşının 3 mislinə çatanda, yəni 3x olanda, onların yaşlarının cəmi 63 olacaq. Bu da 63 çıxılsın 3x olacaq. Bu zaman nə edirik? Yaşları fərqlərini bir-birinə bərabər edirik. Yəni 4x-dən x çıxıram. Bunu bir dəfəlik ilə 3x kimi yazıram. Bərabərdir 63 çıx 3x. 3x çıxılsın 3x. Deməli 3x 3 olur 9x. Bərabərdir 63-ə. X də bərabər olur 7-yə. Yəni 7-ni 9-a vuranda 63-ə. Firəngizin indi neçə yaşı var? Firəngizin 7 yaşı var. 159. 159-da deyir ki, Camal 2x plus 1 yaşında, bax, Camal 2x plus 1 yaşında, Əfqan isə 3x plus 4 yaşındadır. Camal 20 yaşına çatanda, Əfqan neçə yaşında olacaq? Əfqan A yaşında olacaq deyək ki. Düzdür? A yaşında olacaq. İndi nə edirəm? Bir-birinin yaşlarının fərqindən, yəni ki, buradakı yaşları fərqi var. 20 çıxılsın A, buradakına bərabərdir. Bərabərdir, yox, 20 çıxılsın A yox, A çıxılsın 20 yazaq ki, görsən, burada 3x plus 4-dür, yəni ki, böyükdür də. Ona görə də nə yazıram? Bu A idi də. A çıxılsın 20 bərabərdir 3x üstə gəlinsin 4 çıxılsın 2x plus 1-dən. Bunu da ayrı-ayrı bildinizsə nə yazıram? Çünki ayrı-ayrı yaş fərqləridir. Nə edirəm? A çıxılsın 20-ni yazıram, bərabərdir 3x üstə gəlinsin 4 çıxılsın 2x mənfi ilə müsbət mənfi verir. Çıxılsın 1. İndi baxıram ki, A çıxılsın 20 yazaq bura. Bərabərdir. 3x-dən 2x çıxdım, 2x qaldı. 4-dən də 1 çıxdım, 3 qaldı. Yəni üstə gəlsin 3. İndi buradan A nəyə bərabər olacaq? X olduğu kimi qalacaq. Üstə gəlinsin. Bu 20 bu tərəfə keçəndə 20 müsbət olacaq da. Yəni mənfi 20, müsbət 20 olacaq. Üstə gəlsin 3, yəni ki, A bərabərdir x plus 23-ə. İndi nə deyir bizə? Görək, aldıq mı cavabı? A bərabərdir x plus 23. X plus 23 harada var? Və yaxud da 23 üstə gəlsin. X fərqi yoxdur. A variantında var. Baxaq görək, nə deyirdi bizdə? Camal 2x plus 1 yaşında, Əfqan budur. Camal 20 yaşına çatanda Əfqan neçə yaşında olacaq? Bəli, Camal 20 yaşına çatanda Əfqan x plus 23 yaşında və yaxud da 23 plus x yaşında olacaq. 160. Samir 2002-ci ildə 3x plus 5 yaşındaydı. Bax, Samir 2002-də. Burada yazardım gələk. Hə, Samir bax 2002-də 3x plus 5 yaşındaydı.
2016-cı ildə, bax 2016-cı ildə isə 4x plus 10 yaşında olacaq. Samirin təvəllüdünü tapın. İndi baxın görün, 2002-dən 2016-ya neçə il keçib? 14 il keçib də, düzdür? Bu zaman 3x plus 5-in üzərinə mən 14-ü gəlsəm əgər o 14 ili, 4x plus 10-a bərabər olacaq. Yəni 2016-cı ildəki yaşına bərabər olacaq. Bu zaman məlumları sağa, məhsulları sola toplamaq istəyirəm. Çünki mənfi alınsın istəmirəm. 5 ilə 14-ü topladım 19, 19-dan 10 çıxdım 9. 9 nəyə bərabərdir? 4x-dən 3x çıxıram, x-ə bərabərdir. Samirin təvəllüdünü tapın. Əgər x 9-dursa, aparıram burada, istəsəniz burada da qoya bilərsiniz, fərqi yoxdur. 3 vururum 9-a, 3 9-un 27, 27-nin üzərinə 5 gələndə 32-yə bərabərdir. İndi təvəllüdünü tapmaq üçün həmin ildən yaşını çıxıram, 32-ni çıxıram. 0, 7, 9 və 1. 1970. Deməli, Samirin təvəllüdü 1970-yə bərabərdir. Yəni 1970-ci ildə anadan olub. Cəlal 2010-cu ildə 5x yaşında. Bax 2010. 5x yaşında. 1995-ci ildə geriyə gedirik. 1995-ci ildə 2x yaşında idi. Düzdür? O 2020-ci ildə neçə yaşında olar? Əgər indi 5x yaşındadırsa, geri gedəndə neçə il geri gedirəm? Bax 5x çıxılsın. 2010-dan 1995 çıxanda, bax 5 il buradan, 10 il də buradan. 15 il. 15 il geri gedirəm. 2x-ə bərabər olur. O zaman 5x-dən 2x çıxanda 3x qalır. 3x 15 ilə bərabərsə, x də 5-ə bərabər olur. Aparıram yerinə qoyuram. Burada yerinə qoyaq ki, 2020-yə daha yaxındır. 5-i vururam 5-ə 25. 2010-da bunun 25 yaşı var. Bəs 2020-də 2010-dan 2020-yə 10 il gedəcək axı. Bu da eləyir 35. Cavab oldu D variantı. 162. Elə 160. İkinci sualda deyir ki, 1900-ci ildə doğulan bir adam 1978-ci ildə XY yaşında olarsa, bu adam 2010-cu ildə neçə yaşında olacaq? İndi bizdən 2010-cu il istəyir, amma biz 2010-cu ildə neçə yaşında olduğunu tapmaq üçün ilk öncə biz onun neçənci ildə doğulduğunu tapmalıyıq. Biz də baxırıq ki, 1900XY yazıb da burada. Amma 1978-ci ildə XY yaşında olduğunu da yazıb. Yəni, bax 1978-in son 2 rəqəminə baxırıq. 78-dir də, düzdür? Bunu 2-yə bölürük. Hər zaman 2-yə bölürük. Bax, bu tipli suallarda buradakı ilin son 2 rəqəmini hər zaman 2-yə bölürük. Verir 7-ni 2-yə bölürük. 3. 3, 2, 6, 18, 2, 9. Yəni 39. Aparıq yerinə qoyuruq. 1900, bax, XY, bu da XY-ə bərabər olur. Yəni x 3-dür, y 9-dur. 1900, deməli 1939-cu ildə bu adam anadan olub. Əgər 1939-cu ildə anadan olubsa, 2010-cu ildəki yaşını tapmaq üçün 2010-dan 1939-un çıxmalıyıq. Ondan 9 1-i, ondan 3-ü 7-si, 9-dan 9-una heç nə qalmır, burada da heç nə qalmır. 71 yaşında olur. 163-də 1900-XY-ci ildə doğulan bir adam 1994-cü ildə XY yaşında olarsa, bu niyə 2-yə bölük? Bax, əgər burada XY və XY yaşında deyirsə, mütləq 2-yə böləcəksiniz. Yəni, burada 94-də həmişə cüt, buradakı ədədi, daha doğrusu, həmişə cüt verəcək ki, 2-yə bölə biləcəksiniz onda. XY nəyə bərabərdir? 94-ü 2-yə bölürəm. 2, 4-ün 8, 14 2 bölündə 7. Aparıq yerinə qoyuruq. Deməli, 1947-ci ildə anadan olub. Bu adam 2000-ci ildə neçə yaşında olacaq? 2000-dən çıxıram 1947-sini, ondan 7-sini 3-ü, 9-dan 4-ünü 5-i. Burada da heç nə qalmır. 53 yaşında olacaq. Cavab C variantı. Turan 18, Əsmər 3x yaşındadır. Turan 24 plus 4x yaşında olanda Əsmər neçə yaşında olacaq? Deməli, Turan 18, Əsmər 3x yaşındadır. Turan 24 üstə gəlinsin 4x yaşında olanda.
Deməli 24 üstə gəlsin 4x yaşında olanda Əsmər deyir neçə yaşında olacaq? Baxın, 18-dən 24 plus 4x-ə qədər neçə il keçmiş olub? 24-dən 18 çıxın, neçə qalır? 6 qalır da, düzdür? Deməli, aradan keçən zaman 6 plus 4x il qədərdir. Bu zaman bunun da üzərinə 6 plus 4x il gələcək. Yəni olacaq 6 plus 4 ilə 3-ü topladım 7x. 7x plus 6, yəni fərq yoxdur. Hər ikisində cavab A variantı verəcək. Baxırıq 165-ci suala. Deyir Aysel x Zeynəb 2x plus 5 yaşındadır. Bax Aysel x yaşındadır. Zeynəb isə 2x plus 5 yaşındadır. Aysel 3x plus 7 yaşında olanda, Aysel 3x plus 7 yaşında olanda Zeynəb neçə yaşında olacaq? Baxırıq, gəlin biz burada aradan keçən vaxtı tapaq. Aradan keçən vaxt nə qədərdir? Bax, 3x plus 7-dən çıxacaq x-ini bərabərdir. Aradan keçən vaxt 3x-dən x çıxıram 2x plus 7 qədərdir. Yəni bu 2x plus 7-ni bunun üzərinə gələcəm. Olacaq 4x plus 7 ilə də 5 eləyəcək 12. Cavab olacaq C variantına bərabər. 166. Günel 19, Fatma isə 2A plus 1 yaşındadır. Bax, Günel 19 yaşındadır. Fatma da 2A plus 1 yaşındadır. Günel 4A plus 2 yaşında olanda, Günel 4A plus 2 yaşında olanda Fatma neçə yaşında olacaq? Yenə də gəlin fərqləri tapaq. Yəni 4A plus 2 olana qədər aradan nə qədər vaxt keçib? Çıxılsın 19 bərabərdir. Burada da mı çıxmışdıq? Bəli, çıxmışdıq. X-i çıxmışdıq. Baxırıq 4A-nı yazırıq olduğu kimi. 4A-nı yazırıq olduğu kimi. Müsbətlə mənfi eləcək mənfi və böyük olan işarəsini yazacaq. Çıxılsın 17. Aradan keçən vaxt 4A minus 17 il qədərdir. Bu zaman nə edirəm? 2A üstə gəl 1-in üzərinə 4A minus 17 gəlirəm. Belə gələk də üzərinə 4A minus 17 gəlirəm. Bərabərdir. 2A-la 4A 6A verdi. Bərabərdir. Müsbətlə mənfi verəcək və böyük işarəsi yazılacaq. Yəni minus 16-ya. 6A minus 16 hardadır? Bax, bu Y variantındadır. Bildiniz necə yazdıq? Bax, bu müsbət 1-dir, bu mənfi 17-dir. Müsbət 1 ilə mənfi 17 mənfi 16-ya bərabərdir. Yəni, müsbətlə mənfi verir mənfi, yəni çıxılır və böyüyün işarəsi yazılır. 168-ə baxaq. Yox, 7-yə. 167. Atanın yaşı qızının keçən ilki yaşının 4 mislinə bərabərdir. Bax, atanın yaşı, bir də qızının yaşı. Atanın yaşı 4x-dir. 4x. Qızının keçən ilki yaşının 4 mislinə bərabərdir. Qızının keçən ilki yaşı x-dirsə, indiki yaşı bu ilki yaşı x plus 1-dir də. Yəni, keçən il nədir? 1 il bundan əvvəl. Ata ilə qızının yaşlarının cəmi 46 olduğuna görə, yəni 4x plus x plus 1 ilə bunları toplayıram, 4x-dən toplayıram, 46-ya bərabər olur. 5x bərabər 45, x də 9-a bərabərdir. Olduğuna görə onların yaşlarının fərqini tapın. 4x yəni 36 atanın yaşıdır. 9 plus 1 yəni 10 qızının yaşıdır. Bunların da yaşlarının fərqi ilə 36-dan 10 çıxanda 26-ya bərabər olur. Yaşlarının cəmi 47 olan 2 qardaşdan böyük qardaş kiçik qardaşın yaşında olarkən kiçik qardaş 4 yaşında idi. Deməli, əgər yaşlarının cəmi 47-dirsə, böyük qardaş kiçik qardaşın yaşında olarkən, buna böyük qardaş yazaq, buna kiçik qardaş yazaq. Yazdıq. Yaşların da cəmi 47-dir. Buna 47 çıxılsın x yazaq, buna x yazaq ki, daha rahat olsun. Böyük qardaş kiçik qardaşın yaşında olarkən, yəni x yaşında olarkən
Kiçik qardaşın 4 yaşı var idi. İndi gəlin aradan keçən, yəni aralarındakı yaş fərqini tapaq. Yəni 47 çıx x bərabərdir x çıx 4 yaş. 47-nin üzərinə 4 gəlirəm, 51-ə bərabərdir. 51 də 3x-ə bərabər olacaq. X də bərabər olacaq 17. Bu gün böyük qardaş neçə yaşındadır? 47-dən 17 çıxanda 30 yaşında olacaq. 169. Elvin x yaşında, Zaur x minus 6 yaşındadır. 4 il sonra. X plus 4 il sonra Elvinin yaşı Zaurun yaşının 2 mislindən. 4 il sonra əgər Elvin, 4 il sonra Elvinin yaşı Zaurun yaşının 2 mislindən 4 kiçik olacaq. 4 il sonra nə qədər vaxt keçir? Bax, 4 il vaxt keçir. Bunun da üzərinə 4 gəlirəm də. Elə bil ki, x minus 6-nın üzərinə 4 gəlirəm. Bərabər olur neçə? X mənfi ilə müsbət mənfi verir. Yəni çıxılır. Böyük işarəsi yazılır 2. Bu zaman x minus 2 də bu olacaq. X minus 2 də bu olacaq. Deməli, 4 il sonra Elvinin yaşı Zaurun yaşının 2 mislindən 4 kiçik olacaq. Yəni, azı 2-yə vuracaq ki, çoxa bərabər olsun. Niyə belə olur, bilmirəm. 2, 4 il sonradan 2 mislindən 4 kiçik olacaq. Bərabərdə x plus 4. 2x minus 2 üçün 4 bərabər çıxılsın. 4 bərabərdir x plus 4-ə. İndi baxıram, 2x-dən x çıxdım, x qaldı. Bərabər 4-ün üzərinə, bax 3 dənə 4 var da, burada eləyir 12. İndi Elvinin neçə yaşı var? İndi Elvinin 12 yaşı var. 170-ci suala baxırıq. Deməli, 170-ci sualda deyir, Nilayın yaşı Ayselin yaşının 2 qatı. Dedikcə gəlin yazaq. Deməli, Nilay var. Nilay. Aysel, bir də var Aynur. Nilayın yaşı Ayselin yaşının 2 qatı. Nilayın yaşı Ayselin yaşının 2 qatı. Deməli, 2x Nilaya yazacağım, x yazacağım Ayselə. Aynurun yaşının 4 əskiyidir. Deməli, Aynurun 4 əskiyidirsə, 2x plus 4 yazacağım ki, 4 ondan əski olsun. Aysel Aynurun yaşına gələndə, yəni 2x plus 4 yaşına gələndə Nilayın 34 yaşı olacaq. 34 yaşı olacaq. İndi baxın, görün. Belə deyim də, 2x, əgər Aysel x yaşdan 2x plus 4 yaşına gələndə, x-dən 2x plus 4 yaşına gələndə, aradan keçən vaxt neçəyə bərabərdir? Aradan keçən vaxt əgər tapsaq, yəni ili tapsaq, 2x plus 4-dən mən çıxsam x-ini, görüm hələ bu aradan keçən vaxt nə qədər vaxt keçib ki, Nilayda 34 yaşına gəlib çatıb. Buradan tapıram, x nəyə bərabər olacaq? Yəni 2x-dən x çıxacam, x plus 4. Yəni aradan keçən vaxt x plus 4 qədərdir. İndi gətirirəm, burada yerinə yazıram. 2x-in üzərinə x plus 4 gəlsəm, bərabər olacaq 34-ə. Gəlin burada yazaq, 2x plus x üstəgəlsin 4 bərabərdir 34-ə. İndi 3x əgər 34-dən 4 çıxıram, 30-a bərabərdirsə, x də 10-a bərabərdir. Mən də x-imin tapanda artıq Ayselin yaşını tapmış oluram, 10. Buna görə Aysel bugün neçə yaşındadır? Aysel bugün 10 yaşında olmuş olacaq. Cavabımız oldu A-ya bərabər. Belə əziz müəllimlər, növbəti deməli izahda artıq 30 sualın izahını paylaşmış olacağam. Bugünlük də